sənədləri necə Sovetlər yox elədi? Yəni bu arxiv sənədləri necə yox elədi? Sənət, Yəni sənətlərin böyük hissəsi, əhəmiyyətli hissəsi yoxa çıxıb. çıxıb O aparılıb. vaxtı bəli, Bağırov Beyli ilə yaxın olub, çox yaxın olublar. Beyli bilirsiniz də bir müddət Lavrenti Beyli. Bəli, Stalin dönemində o NKVD-nin səs olub. Onun kəsdiyi başaçılığı yox idi. O Beyliyanın göstərişinə əsasən Moskvadan gələn şəxslər Bakıdakı arxivlərdən Beyliyaya, Bağırova, Osungillərə aid nə varsa əhəmiyyət hissəsini, öz hissəsini aparıb gedib. Yəqin ki, onlar bu saat Moskvadadır ya başqa Rusiyanın başqa arxivlərindədir. Amma bir çox sənədlər var, bu sənədlər. Ümumiyyətlə bizə qarşı xüsusi qəddar münasibət olur. Və bu qəddar xüsusi təzdə bizə qarşı təqib siyasətinin memarı da belə deyək, ilham vericisi, müəllifi Stalin. Müharibədən sonra, İkinci Dünya müharibədən sonra Stalin Türkiyəyə güclü təzyiqlər göstərdi. Hətta Türkiyənin Xarici İşlər Naziri burada olub o zaman və ona açıq, rəsmi şəkildə torpaq iddiası gətirir. Onun da cavabı belə olub ki, yazılanları mən deyirəm, oxuduqlarımı deyirəm. Cavabı belə olub ki, ölkəsinin bir tərəfində gün çıxan, digər tərəfdə gün batan, nəhəng bir əraziyə malik olan bir dövlətə yenə mi torpaq lazım? Onda Mikoyan Ali Sovetin sədri idi, qanunverici orqanın rəhbəri idi. Mikoyan bildirib ki, SSR-yə yox, Ermənistan SSR-yə torpaq lazım. Ermənistan SSR-yə torpaq. Bilirsə, Bağırovun məhkəməsində ona qarşı iləri sürülen ittihamlardan biri də bu oldu ki, Ermənistanda, daha doğrusu bizim qədim torpaqlarımızda 150 minə yaxın insan öz ata-baba torpağından sürgün olundu. Onlar dağlıq şəraitdə yaşamışlar və Milmuğan düzlərinə deportasiya olundular və burada iqlimə uyğunlaşa bilmədilər. Təbii coğrafi mühit, təbii şərait insan yaşamasının mühüm şərtlərdən birisidir. Çoxu da vaxtdan əvvəl vəfat etdi. Çoxlu fəlakətlər baş verib. O zaman Bağırova iləri sürən ittihamlardan biri də olub ki, siz inzibati üsullardan, vaatlardan istifadə edib Ermənistan ərazisində yaşayan Azərbaycanlıları Milmuğan düzlərinə sürgün etdirmişsiniz, deportasiya etdirmişsiniz. Bağırov məhkəmədə cavabında bildirib ki, burada mənim günahım yox. Bir dəfə dedi, Stalin mənə zəng elədi ki, Ermənistandakı Azərbaycanlıları Azərbaycana köçürmək lazım. Mən buna hicana yanaşdım, bir müddət sonra yenə zəng elədi. Axı, mən sənə tapşırıq vermişim. Niyə mənim tapşırığımı yerinə yetirmişsən? Qayıdıb dedim ki, yoldaş Stalin, heç olmasa bir Nazirlər Soveti qərar çıxarsın ki, mən ona əsaslanım, bu işi görüm. Bu cavab versin, Nazirlər Sovetdə mənəm, Ali Sovetdə mənəm. Mən dedim, deməli eləməlisin. Və bax, bu prosesin mahiyyəti bundan ibarətdir. Yəni burada Stalinin həll edici rol olub bu işdə. Tam diqqət. Bəli. Ümumiyyətlə başımda çağdaş dönemdə 20-ci əsrdə, 20-ci yüzyılda Azərbaycan xalqının bütün fəlakətlərinin bayışarı
Sovet İttifaqı və ondan sonra da Rusiya. Bəli, bunu xüsusilə qeyd eləmək lazımdır. Məsəl üçün, bizim tariximizdə də, söhbət əsnasında da davamlı olaraq, məsəl üçün, elə bil ki, kiçik düşmən ehtiyacı varmış. Erməni. Yəni, əsas ana düşmanı o tarixdən sanki bir növ şuurlu şəkildə çıxarmağa çalışır. Yəni, niyə Rus deyə bilmir? Niyə? Bax, bütün başımıza nə gəlibsə, Bəli. Rusların əli. Bəli.